Ermənistan rəhbərliyi bəlkə də tarixinin ən riskli seçim mərhələsindədir. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen'in İrəvana reallaşan son səfəri və verdiyi vədləri İrəvan-Moskva xəttindəki ipləri tamamilə qoparmaq üzrədir. Lakin analitiklər vurğuluyurlar ki, İrəvanı bu geosiyasi girdabdan xilas edəcək yeganə çıxış yolu kənarda yox, regionun daxilindədir. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen'in Ermənistana səfəri zamanı İrəvana dəstək bəyanatları səsləndirilib. 100 milyarla avro dəyərində yardımlar, Ermənistan məhsullarının 80% üçün ittifaqa rüsumsuz çıxış, viza rejiminin liberallaşdırılması və s. Lakin ən diqqət çəkən bəyanat Rusiya ilə bağlıdır. Xanım Leyen vurğulayıb ki, rəsmi Moskva Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasının qarşısını almağa çalışsa da, Brüssel İrəvana dəstəyi davam etdirəcək. Avropa İttifaqı tərəfindən Ermənistana göstərilən dəstək əsasən siyasi, diplomatik müstəvidə və maliyyə alətləri formasında özünü göstərir və siyasi, diplomatik dəstəklə hərbi zəmanət arasında ciddi fərq var. Təbii ki, Ermənistan hansısa bir mərhələdə Rusiya ilə bu və digər formada hərbi təzyiqlə üzləşərsə, Avropa İttifaqının, Brüsselin Ermənistana hər hansı dəstəyi göstərmək üçün nə institusional, nə də hüquqi bazası yoxdur. Rusiyadan isə Ermənistana təzyiqlər dayanmır. Kreml israrla İrəvanı Brüssel yoxsa Moskva seçimi qarşısında qərar verməyə tələsdirir. Rusiya artıq özünün trip layihəsində iştirak etmək niyyətini də göstərir. İrəvan isə Moskva ilə dəmir yolları sahəsində müqavilələrə yenidən baxmayacağını bildirsə də, bu sahənin Ermənistanın mülkiyyətində olmasının və ölkənin maraqlarına xidmət etməsinin vacibliyinə eyham vurur. Ekspertlərə görə Moskva-İrəvan xəttində əlaqələrin gərginləşməsi artıq bir çox sahədə də özünü biruzə verir. Digər ölkələr qeyri-rəsmi olaraq bildirmək istəyirlər və bunu açıq şəkildə edirlər ki, onlar indiki Ermənistan rəhbərliyi ilə sıcaq münasibətdədirlər. O, Ermənistanın apardığı kursu bəyənirlər, xüsusilə Paşinyanın apardığı siyasi dəstəyi bəyənirlər. Rusiyanın rəsmiləri isə əksinə belə bir görüntü yaradır ki, bizim Ermənistan rəhbərliyi ilə heç bir sıcaq münasibətlərimiz yoxdur. Yaxın günlərdə isə Paşinyanın Rusiyaya səfəri gözlənilir. Ermənistanın baş nazirinin beynəlxalq sənaye sərgisində iştirak edəcəyi açıqlanıb. Paşinyan Rusiyanın baş naziri Mikhail Mişustinlə də telefon danışığı aparıb. Ermənistandakı bir sıra media qurumları iddia edir ki, Mişustin Paşinyanın Avrasiya İqtisadi Birliyi ilə bağlı anlaşılmazlıqları müzakirə etmək təşəbbüsündən imtina edib. Ermənistan çalışacaq ki, Rusiya ilə paralel münasibətləri inkişaf elətdirməklə yanaşı, Avropa istiqamətini, Avropa kursunu getdikcə dərinləşdirsin. Növbəti zaman üçün proqnoz bundan ibarət ola bilər ki, Rusiya və Avropa arasında olan qarşıdurma daha da dərinləşəcək və Ermənistan balanslaşmadan çox bir qarşıdurma platformu kimi qalmaqda davam edəcəkdir. Ekspertlərə görə Avropa İttifaqı Ermənistanda möhkəmləmək niyyətini gizlətmir. Rusiya isə uzun illəri söykənən dayaqlarını itirmək istəmir. Buna baxmayaraq Ermənistan üçün ən ideal yol Azərbaycanla sülh sazişinə olan maneələri, xüsusilə konstitusiyada ərazi iddialarını aradan qaldıraraq özünü təcrid vəziyyətindən çıxarmaqdır.